Paytaxtda yenə də MTK-dan şikayət var. Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində Kəngərli MTK tərəfindən çox mənzilli bina inşa edilir. Ancaq ətrafda yaşayan sakinlər tikinti şirkətinin əsas işləri gecə saatlarında aparmasına görə şikayətçidirlər. Ata bilmirik, səslərin hamı xəstəyik, hamımız uşaq var, körpüsü, yatmaq olmur. Buradan qazırsan, suluyursan, buradan qazırsan yenə toz olur. Hündür mərtəbəli bina inşa edirlər, lakin bütün işlər gecə saatlarında aparılır. Ərazidə işləyən texnikaların yaratdığı səs-küy, yük maşınlarının səhərə kimi daşıdığı torpağın toz dumanı ətrafdakı evlərə dolmaqla yanaşı sakinlərin rahatlığını da əlindən alıb. Bu ərazidə həm qazıntı, həm söküntü, həm də yenicə tikinti işlərinə başlayan MTK üçün deyəsən burada nə təhlükəsiz tədbirlər görmək, nə də burada yaşayan sakinlərin rahatlığı önəm daşımır. Əgər belə olmasaydı, əsasən gecə saatlarında işləyən texnikalar bu ətrafda yaşayan sakinləri hətta gecə saatlarında rahat yuxuya getməyə də imkan vermir. indi yox. Kamazlar da tutur, taksilər də tutur, hamısı. Məcburən yola çıxır. Şahidlər deyir ki, MTK gecə ilə gündüzü səhv salıb, bütün işləri gecə görür. Sabaha qədər demək işləyir. Pəncərə aça bilmirik. Niyə? Tozun əlindən. Tozdu ona görə. Bura tozlu ayla gəlmək istədim. Bunları kim eləyib? Bu tikənlər eləyirdi. Sakinlərin sözlərinə görə gecə işləyən texnikaların gündüz saatlarında piyadalar üçün nəzərdə tutulmuş yolda park edilməsi də həmin ərazini piyadalar üçün keçilməz edir. Ki görən nə gündədir ki, mən o səkiyə hara gedim? Sözcüdən ünvanda çəkiş apardığımız zaman şahidlərin dediyi kimi tikinti meydansasında sakitlik hökm sürürdü. Tikinti ərazisində işlər əsasən gecə saatlarında həyata keçirildiyi üçün deyəsən bu avadanlığı işlərdən işçi ya yuxulu olub, ya da texnikanı elektrik xəttindən ayırmaq yadından çıxıb, hansı ki bu da elə ərazidə işlərin təhlükəsiz tədbirlərinə əməl etmədən görülməsinin daha bir sübutudur. MTK-nın nəzarətçisi aparılan söküntü və tikinti işlərinə görə sakinlərin narazılıq etməsindən xəbərdar olduqlarını deyir. Hamısı gecə işlənməlidir. Biz onu başqa cür əlacımız yoxdur ki, başqa cür eləyək. Biz bunu başqa cür necə eləyək ki, bizə desinlər ki, belə eləyək, biz də belə eləyək. Bəs bu texnikaları yolda niyə saxlayırız? O problem də, onu deyərik. Bu texnika çıxıb gedəcək, aparacaqlar bunu. Onları da şey eləyərik də. Onları da, o birisini də deyərik də, bir də saxlamaz. Tikinti şirkətinə hansı qurum tərəfindən bu icazənin verildiyini öyrənmək üçün Suraxanı rayon icra hakimiyyətinə sorğu ünvanladıq. Bayram günü olduğu üçün sorğumuza cavab verilmədi. Mövzunu diqqətə saxlayacağıq. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.